Yenə də 2 dənə kasıbın işığı söndü. Baxın. Ancaq kasıbın balaları, bir dənə nazirin, məmurun balası, yəni bax indi Gədəbəydə demək 2 əsgərimiz qar uçqunu nəticəsində həmin əsgərlərin çox təəssüf olsun ki, indi bilmirəm. Həqiqətən hadisə belə baş verib bilmirəm. Həqiqətən bayaqdan oturub fikirləşirəm. Bilirsiniz ki, İlham Əliyev hakimiyyəti o qədər qanunçən bir hakimiyyətdir ki, Azərbaycanda nəinki hər il, hətta hər ay əsgərləri öldürüb orqanlarını çıxarıb İsrailə satırlar. Bugün bu qanunçən faşist İsrail hakimiyyəti ilə elə faşist İlham Əliyev hakimiyyəti arasında orqan alveri ilə bağlı bir əməkdaşlıq var. Hər ay Azərbaycanda fikir verin. Hər ay Azərbaycanda ən azı 1 ya 2 əsgər öldürülür. Bax belə. Əvvəllər deyirlərdi ki, güya çayda boğuldu, nə bilim tok vurdu, göldə nə bilim nə oldu, dərədən aşdı. Sonra da başqa şey dedilər. Dedilər silahdan qeyri davranış falan filan. Gördülər artıq xalqın gözü ayılmağa başlayıb. İndi də qar uçqunu nəticəsində və belə illərləndir ki, kasıbın balalarını öldürüb orqanlarını çıxarır, satır bu hakimiyyət İsrailə. Və adını da bəzən indi keflərinə düşəndə şəhid statusu verir, keflərinə düşməyəndə deyir, yox, elə belə öldü, getdi. Azərbaycan xalqı, siz başa düşürsünüz mən nə demək istəyirəm ümumiyyətlə? Bu peyin başınızı bir işlədirsinizmi? Baş var, ölkənin 70-80%-ində ümumiyyətlə baş yoxdur. Baş qalıbdır. Baş işləmək üçün gərək qarın tox ola. Bizdə nə qarın toxdur ki, başda işləyə. Ayda 400 manat, 500 manat üçün gedirik səhərdən axşama kimi, eşşək kimi işləyirik. Baş qalar, yorğun arğın gəlib heç arvadı da qayıra bilmirik. Mənim dediklərimdən bunlar nə başa düşəcək? Başa düşmək üçün də namus, qeyrətə gəlmək lazımdır ki, ay bədbax xalq, ay kasıb, sənin balanı bu hakimiyyət hər ay bir dənə, 2 dənə elə eləyirlər ki, xalqın ruhu da incimir ha. Hər ay belə eləyirlər. Əskər çayda boğuldu, tok vuruldu, silahdan qeyri davranış, dağdan düşdü, qar çovqunu, uçdu, getdi. Ay bu 2 dənə bu əskər ölən var ha, bax bu. Bu Gədəbəydə, bu uçqunda elə deyirlər. Onların buradan valideynləri mənə izləyirsə, bir dənə xahiş edirəm. O balalarınızın açın meydinə baxın, görün orqanları yerindədir, yoxsa yerində deyil. Mən sizdən xahiş edirəm. Və yaxud da bu videonu izləyən o əskər rayona, kəndə gələcək ha. Bir dənə onun meydinə baxarsınız da, o orqanları, ürəyi, böyrəyi yerindədirmi? Mən inanmıram. Hamısını söküb göndəriblər İsrailə. Azərbaycan xalqı, başa düşürsünüz mən nə demək istəyirəm? Ay kasıblar, niyə bir dəfə eşitmədik ki, filan deputatın oğlu qar uçqunun nəticəsində öldü. Filan nazirin balası cəbhədə öldü, nə bilim nə oldu. Niyə ancaq 30 ildə ancaq kasıbın balası ölür? Bir başınızı işlədin də, görürsünüz ki, bu qanunçən hakimiyyət nə işdən məşğuldur? Yenə də bax 2 dənə kasıbın ocağı söndü. Yat Azərbaycan xalqı. Türkiyə ayağa qalxıb, Türkiyə ayağa qalxıb. Türkiyədə bu dəqiqə millət küçələrdədir. Tələbələr meydanda, tələbələr, Türkiyədə tələbə. Bizim tələbələr də çıxıb bambılı kimi oynayırlar. Qınamayın, Rüşvətxoğlu müəllimin qoyun tələbəsidir. Ondan artıq olmayacaq ki. Qoyun insan heç vaxt haqqını tələb eləyə bilməz. Kütbeyin insan heç vaxt haqqını tələb eləyə bilməz. Amma Türkiyədə baxın insanlar necə haqqlarını tələb edirlər. Öz şeylərinə sahib çıxırlar, öz hüquqlarına, öz nə bilim haqlarına sahib çıxırlar. Hər şeylərinə sahib çıxırlar. Biz nə vaxt gözümüzü açacağıq? Balalarımızı bu hakimiyyət öldürüb orqanı çıxarıb İsraillə bizneslə məşğuldur. Azərbaycan indi qabaqdan yenə bax müharibə gəlir. Aprelin axırları, mayda müharibəyə başlayacaqlar. Yenə göndərəsi kasıblar. Deyiləcək, ay oyan gözünü aç, Türkiyədə o Erdoğanı yola salırlar, vızqır deyirlər Erdoğanı. Ay Azərbaycan xalqı oyan.